Cənab Prezident, has ki bu küçdə olan bu gölü bu günləri biz aradan qaldırdıq. Mən İctimai Nəzarətin region sədri Vüqar Qurbanov olmaqla Hacı kənd vətəndaşı olaraq, biz şəhid ailəsi olaraq bütün şəhidlərimizin, qazilərimizin adına yaxşı qardaşlarımız hər biri pul qoydu. Bu yolu özümüz, öz könlümüzlə düzəltdik. Bax, buranı beləcə düzəltdik. Cənab Prezident, Allah sizi var eləsin, Allah sizi qorusun ki, yəni heç bir məmurun, heç bir burada icra nümayəndəsinin bir dənəsinin heç bir şeydən bundan xəbər yoxdur. Bunu ancaq öz vətəndaşlarımıza eləmişik. Allah sizi qorusun Cənab Prezident. Allah bütün yaxşı oğlanlarımızı, elimizi, obamızı, yaxşı qardaşlarımızı qorusun ki, bu yolu mən belə bu səviyyədə, gözəl bu səviyyədə mən bu yolu düzəltdirdim. Hacı kəndin kənd soveti də var, bələdiyyəsi də var. Bir insan bu Azərbaycan küçəsindən, hacı ki burada şəhid ailələri, qazilər var. Bir nəfər bununla bağlı heç bir insan maraqlanmadı ki, bu kənddə bir insan var mı ya yox mu? Bu Azərbaycan küçəsində yaşayan var mı yox mu? Amma biz bunu öz cibimizin vəsaitindən Cənab Prezident bunu eləyirik. Bir məmurun bu işdən xəbəri yoxdur. Belə şey olmaz. Xahiş edirəm, mən sizdən dəfələrlə müraciət etmişəm. Bu yollarımıza, izlərimizə baxsınlar. Çox xahiş edirəm. Təşəkkür edirəm Cənab Prezident. Allah sizi var eləsin. Allah elimizi, obamızı, şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə uzun ömür, can sağlığı versin. Bunların hər biri onların adına olan bir yoldur. Bu yolları düzəldən, pul qoyan oğlanlar, qardaşlarımız hamısı bu bizim qazilərimizin və şəhid ailərimizin adına olan bir yoldur. Təşəkkür edirəm hər birinizə.